Tikinti edirsənsə bir şeyi unutma. Qur, amma doğru qur. Nədir bu armatur? Əslində bu kənardan bir dəmir parçası kimi görünə bilər. Ancaq bütün binanın bir skeletidir. Bu olmasa və yaxud da zəif olsa, beton nə qədər qalın olursa olsun, bir müddətdən sonra dağılacaq. Armatur niyə vacibdir? Beton təzyiqə dözümlüdür, ancaq əyilməyə yox. O səbəbdən doğru armatur seçmək lazımdır. Əgər siz armaturu doğru seçmirsinizsə, illər sonra döşəmənizdə çatlamalar, nə bilim, tiktiklərinizdə partlamalar və daha hansı problemlər baş verə bilər. Neçə cür armatur var? İstehsalatda 2 cür armatur var. Vurmalı və çubuqlu. İstehsal texnologiyasına görə isti yayma üsuluyla A500, soyuq yayma üsuluyla isə B500C'yə bölünür. Armaturlar belə adlandırılır. Səth profilinə görə, yəni katinkalar A1 sinifinə, digərləri isə A2-dən A5 sinifinə qədər. 8-12 mm-lik ev üçün, 16 mm-lik döşəmə və tökmə beton üçün, yüksək mərtəbələr üçün isə 20+. Əsas şərt sertifikatlı olmasıdır. Yəni GOST və ya AZS olması mütləqdir. Əgər armaturun üzərində çat varsa, qara ləkələr varsa, bax belə deformasiya uğrayıbsa, deməli bu yenidən emal olunmuş armaturdur. Hətta belə armaturların içərisində plastik və müəyyən qarışıqlar da ola bilər. Bunun isə özü böyük bir fəlakətdir. Həcmə görə yox, məqsədə görə seç. Düşünmə ki, qalın armatur daha yaxşı ev deməkdir. Yox, 20 metrlik armaturu 6 metrədə əymək istəyirsənsə, bu problemdir. Və yaxud da 12 mm lazım olan yerə 8 mm-dən istifadə edirsənsə, bu da problemdir. Armatur tikintiyə görə seçilir, gözə görə yox, pula görə yox. Armaturun çəkisi ilə necə saxtakarlıq edirlər? Bəzi istehsalçılar armaturun diametrini azaldaraq yivləri qalın edirlər. Bu isə armaturu kənardan daha qalın və daha qabarıqlı göstərir. Nəticədə isə 12 mm-lik armatur əvəzinə sən 10,5 mm-lik armatur alırsan. Bu isə 1 ton dəmir almaq əvəzinə 880 kq-lıq dəmir deməkdir. Burada isə tikinti gedir, pul gedir, etibardan isə söhbət belə gedə bilməz. Armaturun möhkəmliyini necə yoxlayaq? Təbii ki, bunun üçün maqnit lazımdır. Əgər sizin əlinizdə maqnit varsa, rahat şəkildə siz hansının daha möhkəm tutub tutmadığını gözəl şəkildə biləcəksiniz. Ev tikirsinizsə, mütləq maqnit almaq lazımdır. Bir çox hallarda bizə bazarlarda Alman istehsalıdır, Rusiya istehsalıdır deyə təkid edirlər. Əgər onun sertifikatı yoxdursa, deməli bu adlardan söhbət belə gedə bilməz. Bu, kiminsə uydurmasıdır. MRT inşaatda armaturlar sertifikatları ilə topdan və pərakəndə satışda. Gəl! Sən də gəl, evinin düzgün təməlini qur. Armatur görünmür, amma tikintinin bütün yükünü qoruyur. Ona görə tikinti edirsənsə, qur, amma